Və nə üçün bu mövzu seçilib? Çünki həmişə biz çalışırıq, mən çalışıram, mövzular uyğun olsun bizim cəmiyyətə. Uyğun. Bəzi düzdür, uşaq deyib, nə üçün bu filan şeydən danışmır, filan şeydən. Uşaq. Mövzu gərək cəmiyyətə uyğun olan. Və bu mövzu da xüsusən bugünkü mövzu uyğun idi. Çünki bizim cəmiyyət xüsusən bu günlər biraz, mən bu günləri adlandırıram böhtan günləri. Böhtan günləri. Düzü, mən istəmirdim bunu söhbət edəyəm. Və xoşlamıram. Belə söhbətlərdən danışam. Lakin görürəm artıq ehtiyac var. Və müəyyən şeylər bəyan eləmək lazımdır. Vaxtı gələndə. Və məsələn, bizim məscidin adı çox hallanır. Ne üçün? Məyər bu məscid kiməsə zərər verir? Və bu məsciddə nəsə şəriətə bir dənə müxalif var, çıxsın qalağı, çıxsın. Qıraqda oturub danışmaq, özə düzgün məlumat verməmək. Deyirlər, bizim məscid Vahabi məscididir. Vahabi. İnnəkə əntəl vahhab. Allah subhanət alədir vahhab. Allah subhanət Quranda 3 yerdə deyir, mən Vahabiyəm. İnnəkə əntəl vahhab. Deyirlər, bura Vahabilər yıxışır. Bəli, Allaha ibadət edənlər. Vahhaba ibadət edənlər. Vahabilər yox. Vahhaba ibadət edənlər yıxışır bura. Dəlillər nədir? Dəlillər var. Dəlillər cürbəcürdür. Bəzi dəlillər cümədən sonra pul paylayırlar. Vallahi o deyən adam ən birinci səhvdə olardı. Biri ki, yoxdur. Lakin qıraqdan yalan danışmaq bilmək lazımdır. Nə deyirsən bir gün, sabah Allah subhanətə qarşısında cavab verəcəksən. Müsəlman daima sözü deyəndə gərək ehtiyatda ola. Ehtiyatda ol sözünə, bir gün sən sözü görə cavab verə bilərsən. Bu dünyada və ya axirətdə şək yoxdur onda. Ona görə deyil. Dili gərək düzgün istifadə etmək lazımdır. Öyrən. Nə danışma olmaz, nə danışma olmaz. Bura adam çox gəlir. Vahabilərdir, dəlil. Və ya məsələn, bura frankeslər gəlir. Məsələn, ərəblər gəlir və ya çiçenlər gəlir. Hamısı bizim qardeşimizdir. İstəyirlər, başqaları da gəlsin. Bu məscid, kim la ilahe illallah, Muhammed Rasulullah deyir, o bizim qardeşimizdir. Və bu məsciddə namaz qılacaq, inşallah. Dəlillər örümcəyin yuvasına oxşur, zəif. Və ya məsələn, bura saqqallı gəlir. Məyər saqqal belə qəribədir? Məyər saqqal nə? Məyər saqqal yoxdur İslamda? Bunlar hamısı savadsızlığın nəticəsində mühtəmdəmişdir. Və müəyyən hərəkətlər, müəyyən qurumlar istifadə edir bu savadsızlıqdan. Deyir ki, saqqallı, uzun saqqal deməli Vahabidir. Harada yazılır bu? Uzun saqqal saxlama Vahabi. Azərbaycanın dahiləri əslin əvvəllərcə hamısı üzü tüklü olur. İndi gözə olan hamısı Vahabilərdən. Yəni, söz deyəndə insan geri ehtiyatda olar. Adam özünü güldürməyər. Heç nə olmayacaq, heç nə. Allahın izni ilə. Yəni, biz elə özümüzü tərbiyələndirmirik ki, biz nəsə söz söhbəti görə biraz çəkinək, qorxaq. Və biz Allaha görə gəlirik bura, fəqət. Və ibadət edirik, Allahın razılığını qazanmaq üçün. Başqa məqsəd yoxdur bizdə.
Biz, yəni əhlüsünnə və cəmaa, müsəlmanlar, əhlüsünnə və cəmaa, bəli. Və burada heç vaxt başqa söhbət ola bilməz. Burada heç vaxt müsəlmanlara qarşı bir söz, dövlətin əleyhinə bir şey, ruhani idarəsinin əleyhinə bir şey, heç vaxt ola bilməz. Biz ona yol da verməliyik. Əksinə, biz ona hörmətlə yanaşırıq. Və mən sizə demək istəyirəm ki, bunu Azərbaycan ən yaxşı İslamın vəziyyəti olan yerlərdən biridir. Xüsusən köhnə Sovet hökumətinin ölkələrində. Və biz bunu qiymətləndiririk, təşəkkür edirik. Biz dövlətimizə ki, müsəlmanlara bu cür şərait yaradırlar. Və həmçinin ruhani idarə idarəsinə, dini idarəyə təşəkkürümüzü bildiririk. Müsəlmanlara bu cür şərait yaradırlar. Və heç vaxt bu düzgün olmaz. Bunu saymamaq, qiymətləndirməmək. Bunu ancaq əxlaqsız insan danışar belə. Qiymət Allahın neymətlərindən başa çıxmayan. Biz də olan əleyhinəyik. Biz də. Bura Vahabi gəlir. Kimdir Vahabi? Kim dursun görəyək kimdir o? Deyək ki, ona gəlməsən, sən gəlmə də bura. Sənə görə bizi bir nəfər, 3 nəfərə görə deyirlər bizim mesid Vahabidir. Gəlmə, kimdir, kim? Kim dursun ayağı, Vahabi hanı? Neçə yerlərdə oxuduq. Görmədik biri Vahabi deyir özünə. Güclə deyirlər, yox. Qoyurlar boynumuza ki, yox, sən Vahabisən. Mən Vahabi deyiləm. Qutardı. Kim bura bu məsciddə Vahabi deyir, xəta eləyir, ünvanla sərf eləyir. Sərf. Nəhayət biz bu sözləri götürməliyik. Yəni, savadlı danışaq. Onsuz da Azərbaycanın problemləri çoxdur. Mənə problem budur. Məyər elə problemlər qutarıb, yəni, girişmişik. Yəni, bu məsələyə. Bəli, əgər bu məsələdə problemlər varsa, həll olunmalıdır. Biz də onun əleyhinəyik, biz də İslamda radikalizmin əleyhinəyik, İslamda terrorçuluğun əleyhinəyik, İslama zid olan fikirlərin əleyhinəyik, biz birinciyik onda. Biz birinciyik, xüsusən bu məscid. Sonra nə? Sonra nə deyək? Qutarmaq lazım, belə böhtan. İnsan gərək özünə hörmət eləsin birinci. Və xüsusən bu jurnalistlər, mətbuatda işləyənlər. Onlara birinci nəsiyyətim budur ki, biz istəmirik heç kəsə təyin eləyək, eyb eləyək, istəmirik. Biz fəqət onlara baxırıq ki, onlar bilmirlər, onların xəbəri yoxdur işləyənlər. Öyrənsinlər, İslam dinini öyrənsinlər. Yaxşı, müsəlmandırlar, onlar təmizlər, öyrənin dinimizi, öyrənin. Öyrənin, düzgün yazmaq lazımdır, sözləri fırlatmaq. Və yəni Allahın evinə, demək canavar yuvası, əxlaqsız. Lakin səbir var, əlhamdülillah bizdə. Allah subhanahu, biz özümüzü tərbiyələndirmişik, səbir var. Fəqət insan geri söz, qələm, məsuliyyətdir. Sən millət arasında məlumat yayırsan. Ona görə sözlə fikir verməlisən. Onsuz da millət pis gündədir. Mənəviyyat cəhətdən zəif, məhv olunub gedir. Biz o mənəviyyat üçün çalışırıq. Məscidlər mənəviyyatı, ən birinci mənəviyyatı düzətmək üçün çalışmalıdır. Hər məscid, nəinki bu məscid. İxtilaf yox. Bu məsciddə heç vaxt pis söz eşitməzsiniz inşallah Allahın izni ilə. Haradasa eşidə bilərsiniz, mən danışmıram hansı məscidlərdə və eşidirik. Amma bu məsciddə biz öz əxlaqımızı saxlayacaq inşallah. Və bura biz gəlirik Allahın razılığını qazanmaq üçün. Kiməsə görə yox, pula da görə yox, hansı ad da özümüzü götürməyə yox. Ona görə də inşallah bizdən heç vaxt zərər olmaz. Və qoymarıq onu. Və kim zərər verirsə, indidən deyirəm, gəlməsin bura. Əgər zərər verən varsa. Və biz o insanların birinci əleyhinəyik. Birinci mən olan əleyhinəyik. Amma yozmaq bu məscid belədir. Abu Bakır, bəli, nə işləyirsən sən Abu Bakır?
Abu Bakır, ha? Əmirül müminin, Peyğəmbərdən sonra ən birinci xəlifə, möminlərin əmiri, möminlərin. Nə istənirsən? İstənirsən, biraz su iç. Bəli, məscid cümədir. Abu Bakır da demiş ki, nə olar? Məyər Abu Bakır pis adamdır. Bütün müsəlmanlar onu qəbul edib xəlifə kimi. Allah ondan razı olsun. Xülasə, lazımdır yavaş-yavaş bu söhbətləri qutarmaq, boş-boş söhbətləri. Lazımdır müsəlman arasında birlik yaratmaq, müsəlman arasında ixtilafları toxunmamaq. Biz də danışır, mən də danışa bilərəm. Lakin olmaz hələ. Yəni, adam öz dilinə fikir verməlidir. Nə danışmaq olar, nə vaxt, haçan, nə olmaz. Bizim məqsədimiz olmalıdır ki, millətimizə kömək eləyək, dinimizə. Başqa dinlər gəlib parçalayırlar bizi. Bunlar düşüblər ki, filan məscid. Yox, o birisi problemləri həll eləmək lazım, o birisi. Burada da problemlər varsa eləmək lazımdır. Amma belə ümumən demək ki, bura belədir, bunlar hamısı xətadır, bundan sonra kim belə desə, yenə deyirəm, bu xətadır, heç vaxt elə şey ola bilməz. Bu məscid, yəni dinimizin, heç vaxt dövlətimizin və heç vaxt bizim idarə edimizin mərkəzinə heç vaxt xilaf çıxa bilməz, heç vaxt çıxmayacaqdır inşallah. Bunun üzərində qurulub bu məscid yolu. Allah subhanətə alə bizim millətimizə hidayət versin ya. Allah subhanətə alə xüsusən o jurnalistlər hidayət versin. Allah subhanətə alə o yerlərdə ki, müsəlmanlar əziyyət çəkir, Allah subhanətə alə kömək eləsin. Allah subhanətə alə cüməyə ki, qardaşlar gəlirlər, Allah subhanətə alə xətadan, bəladan qorusun. Və kimin xəstəsi var, Allah subhanətə alə şəfa versin. Lisəil-müslimin min kulli zəm əstəğfiru. إنه هو الغفور الرحيم